3 metrlik kapotun inanılmaz sirri. Sovet istehsalı olan Krazda kapot niyə bu qədər böyükdür? İl 1965. Sovetin başı qarışıq, işləri çox, yolları isə demək olar ki, yox səviyyəsində idi. Bunlarla bərabər keyfiyyətli texnikalar da az idi. Bu anda Kremenchuk zavoduna göstəriş gəlir. Qardaş, elə bir yük maşını düzəldin ki, həm orduda istifadə olunsun, həm tikintidə daş daşısın, həm də ölümsüz olsun. Mühəndislər oturub çay içəsə fikirləşirlər. Nə edə bilərik? Ortaya böyük bir problem çıxır. Mühərrik. Seçirlər YMZ 238. Elə belə mühərrik deyil ha qardaşım. 8 silindir V formalı, 240 at gücü. Bir sözlə, tank kimi şeydir. Uzunluğu da hardasa 1.5 metr. Baş mühəndis Sertöjə baxıb qaşlarını çataraq deyir: "Bunun kapotunun uzunluğu 3 metr olmalıdır." Mühəndislər şoka düşür ki, bu nə danışır? Onda da aydın bu maşın yox, qatar olacaq ki. Baş mühəndis sakitcə çayından bir qurtmalı və deyir: "Qardaşlar, bu maşın şəhərdə yox, çöllərdə sürülməlidir. Elə düzəldəcəyik ki, sürücü özü ustaya çevrilsin." Və sonda belə də olur. Krazın kapotunu açanda sanki böyük bir evin qapısını açmısan. Gəlin evin sakinləri ilə tanış olaq. Generator, starter, yanacaq nasosu. Qısası nə xarab oldu, ustaya pul verməyə ehtiyac yoxdur. İndi isə gəlin o vaxtın Amerikan maşınları ilə müqayisə edək. O vaxt Amerikan maşınları zahirən qəşəng, kapot qısa, dizayn super. Amma mexaniklər deyirdi ki, pompam xarab oldu, keçmiş olsun. Əvvəl kabinanı sök, sonra da dua elə. Yəni iş o yerə çatır ki, pompa dəyişmək üçün yarım saat maşını sökmək lazım gəlirdi. Bəs Krazda necə idi? O vaxtın sürücüləri deyirdi ki, bir siqaret çəkim qaydım, pompanı da dəyişmiş olaram. Təxminən 40 dəqiqəyə hər şey hazır olurdu. Bəs sonda nə oldu desən? Kraz gözəllik yarışmasından getmədi. Heç kim də demək ki, bu nə yaraşıqlı maşın de belə. Sürücülər də bunu düzəldən mühəndisə həmişə rəhmət oxuyurdu. Çünki o maşın yolda demək olar ki, qoymurdu heç kimi. Və ən əsası sürücü axşam işini tez bitirib evinə vaxtında çata bilirdi. Sizcə texnikada daha vacib olan nədir? Gözəl dizayn, yoxsa yolda sürücünü yarı yolda qoymayan sadə və praktiki quruluş? Növbəti video hansı maşına aid gəlsin? Şərhlərdə yazmağı unutmayın. Və sonda o əsrarəngiz barmaqlarınla videonu bəyənib kanala abunə olmağı unutma. Sabaha qədər.